Minimum bal 1-dir, orta bal 5-dir, maksimum bal da 10-dur. Buranı qiymətləndirsən, hansı bal verərsən? 10. Wow! Mənim adım Fatih, soyadım Abdullayevdir. 6. Mən də Fatihin anası Abdullayev Aysel. Biz Fatihin dərslərindən məşğul olanda dərslərində bir növrə mövzusu oldu. Məlumatsız olduğunu gördüm. Instagrama girəndə avtomatik olaraq reklamımız qabağıma çıxdı və ilk fürsətdə yazdırdım. Bura gələndə uşaq çox xoşbəxt gəlirdi və buradan çıxanda eyni o xoşbəxt hisslərlə çıxırdıq. Özü öyrənmişdi və ətrafında da bunları baş salmağa çalışırdı. Hansı ki bir o hazırlıq yoldaşlarına ki, siz bilirsiniz, bəs bina belə tikilir, beton belə qarışdırılır. Mən bilirəm, bunları öyrənmişəm. Yəni bunu bu yaşı dərk eləmək mənə çox ürək açan gəldi ki, deməli biz doğru yerdəyik. Deyərəm ki, bünövrə düzəltməyi biləcəksən, beton qarışdırmağı biləcəksən, dam düzəltməyi biləcəksən və ora gedəndə də artıq evin hazır olacaq. Burada biz tum düzməyi öyrənmişik, dam düzəltməyi öyrənmişik, qapı pəncərə düzəltməyi öyrənmişik, kərpiçlər düzəltməyi öyrənmişik, beton qarışdırmağı öyrənmişik. Belə fərqli master-klassların olması uşaqların həm dünya görüşünə, həm onlara verilən özgüvəndən, hansı ki bu dərslərdə qısa olaraq uşaqlara bir məsuliyyət yüklənirdi, ötəsindən gələ biləcəkləri məsuliyyət yüklənirdi və bu da onlara bacardıqlarına görə bir özgüvən verirdi. Ona görə də bu və bu tipdə master-klassların olması şəxsən məni çox sevindirir. Buranın ümumi ab-havası, ortamı, əməkdaşların uşaqlara yanaşması bu gözümdən qaçmadı. Bu mərkəzə gələn heç vaxt onu düşünə bilməz ki, burada uşaqlarınla məşğul olan əməkdaşlar, müəllimlər sadəcə olaraq iş xəttinə buna məşğuldular. Bunu heç hiss eləmədik. Mərkəz haqqında, əməkdaş haqqında fikirlərimiz müsbət yox. Çox